Mən 2 saatlıq Bakı-Daşkənd yolunu Candar bəy neçə saata gəldim? Yəqin 8 saata. 8 saata gəldim. Hələ aeroportda da 2 saat gözləməliyəm. Amma xərcin daha az oldu. Xərcim daha az oldu. Qoy sizə deyim. Buyur. Daşkənddən Bakıya azalınan qiymət 800.000 manat arası 2 saatlıq yol. Daşkənd, Ankara, Bakı 600 manat. yox, nə 600 manat nədir? Daha az. Nə qədər? 320 manat. Bir nəfər bagajlı. Bagajla bir yerdə ya. Təsəvvür edin. Gör niyə belə olur? İndi mən sual verirəm buradan aidiyyəti qurumlara, xüsusi olaraq türk dövlətləri ilə bağlı. Bax, Türkiyə olsun, Daşkənd olsun, Ankara, İstanbul, yəni digər türk dövlətləri, Qazaxıstan olsun. Niyə biz qiymətləri? Turist gelib gələnməsin, insanlar birbirini tanımasın. İnsanlar birbirini tanımasın. Axı bu sevgini hiss edə bilməsinlər. Bəs bizim dövlətimizin siyasəti, cənab prezident son seçkilərdə nə dedi? Biz türk ailəsiyik və bizim istiqamətimiz türk dünyasındadır. Bizim dövlət başçısının siyasətinlə Azərbaycan dövlətinin əksər bürokratiyasının düşüncələri eyni deyil. İndi biz də onlara qarşı mübarizə aparmalıyıq da. Mübarizə aparmalıyıq, sizləri ifşa etmək lazımdır ki, buna görə deyirəm, bunların hamısına da danışmaq lazım. Yalandan özünü göstərir ki, dövlət başçısına sədaqətlidir, amma arkada isə belə işlər görürlər. Sədaqətli adam birincisi yüksək səviyyədə təyin olunmusansa, sən dövləti təmsil edən adamsan orada, özdə dövlət başçısının səlahiyyətli nümayəndəsi. Zahir bəy, hələ də Vasif Talibov oraya özünün təyyarəsi ilə gedib gəlir. İndi də. Elə ki, bağlılıqlar var. Çox şeylər var, siz bilmirsiniz. Zahir bəy. Mən bilmirəm, amma bu uçaq qiyməti... Tək o deyil. Görevdən ayrılan bir yekə məmurlar var ki, onların görüş yeri Səmərqənddir. Maşallah, mən heç bunu da bilmirdim. Amma bu təyyarə biletləri məsələsi Candar bəy çox önəmlidir. Əlbəttə, düzünü demək lazımdır ki, azalda xidmət yüksək səviyyədədir. Mən bunu qəbul edirəm. Məsələn, mənə... O xidmət mənə lazım deyil. Mənə aparsın, gətirsin. Mən, məsəl, seçim olsa, mən azalı seçərəm, azalla getməyə. Amma bu qiymətlər imkan vermir. Mən 2 saatlıq yolu niyə axı 8 saat... Bu Cahangir getdi, dedi ki, nəsə düzələcək. Heç nə dəyişmədi. Cahangirçilik qaldı. Həm də gedəndə ki, azalla getmişdim. O da necə? Mənim millərim var, ondan bilet almışdım da. Təsəvvür edin, baxıram təyyarə yarım boşdur, yəni tam dolu deyil təyyarə. Sən niyə bunu ucuz eləmirsən, qoy insanlar alsın da? Bax, mən niyə gedib 320 manat Türk Hava Yollarından bilet almalıyım? Bu elə öz hava yollarına 2 saata gedir. Zahir bəy, onu yarı bayarı eləsə, uçaq dolu gedib gəlsə, daha çox qazanc verər-verməz. Əlbəttə ki. İnsanlar daha çox gedib gələrmi? Əlbəttə. Özbəklər çox sevir ki, Azərbaycana turist gəlsinlər. Hətta naftalarını çox istəyirlər. Sovet dövründən bir naftalan. Bəli, naftalan. Bütün yaşlı analarını, atalarını yaşlı olanda göndərirlər ki, orada getsinlər, dincəlsinlər. Onlara bir qulluq eləsinlər. Onlara bir düşüncələri var. O imkanları onların əlindən alır. Gedib gəlişin qarşısını alır. Azərbaycan gedib gələmir. İqtisadiyyatımızı tənzimləyə bilmirik. Özbəkistan bugün inkişaf eləmiş ölkələrdən biri daha. Biz onların iqtisadiyyatına yararlana bilmir. Onlar da bizdən yararlanmır. Kənd təsərrüfatında özəlliklə Özbəkistan artıq çox öncül dövlətlərdən biridir. Bəli. Bütün bu imkanlardan bir məhrumuq. Özbək anlayışı tək Özbəkistanla məhdudlaşmır. Qazaxıstanın bütün güneyi Özbəkdir. Türkmenistanın bütün doğusu Özbəkdir. Qırğızstanın Oş vilayəti başdan başa Özbəkdir. Gəlirik Türkistan, Əfqanistanın 9 milyon Özbəkdir. Çinə giririk, Kaşgar tərəf, Özbəkistana sınırı olan tərəf, böyük əksəriyyəti Özbək, Türkiyədə Uyğurlarla bir yerdə. İkisi də bilirsiniz, eyni Türk boyludular. Bir-birindən fərqli deyirlər, əslində bizlə Türkiyə kimidirlər. Bəli. Bütün anlayışlarla. Buna baxmayaraq, bu boyda coğrafiyada bu qədər potensial olan bir dövlət və Türkistanın taleyini əldə edən toplum, bugün Özbəkistanın 40 milyon nüfuzu varsa, Türkistanda 60 milyona yaxın Türk Özbək yaşayır. Bəlkə də 70 milyona yaxındır Türkistanda. Dünyada 80 milyona yaxın Özbək var, Zahir bəy. Sıradan bir toplum deyil. Tarixi keçmişdə ən nəhəng Türk böyüklərini yetişdirən bir toplumdur, bir bölgədir. Biz onlardan da və o bölgə bizik. Biz oradan gəlmişik, ora getmişik, oradan gəlmişik. Onlar buradan gəlib, buradan gedib. Biz qaynamışıq, eyni millət, eyni dilik. Mədəniyyət fərqi yoxdur. Və eyni zamanda bugün Türk Dövlətlər Təşkilatının birliyə dönüşməsi istiqamətində bizlərin ictimaiyyət nümayəndələrinin, qeyri-hökumət təşkilat nümayəndələrinin
fəaliyyət göstərməsi üçün təyyarə biletləri çox önəmlidir Cahangir bəy. Biz necə Türk Dövlətlər Təşkilatında təmsil olunuruq ki, Daşkəndə bilet 800 manatdır. Bu necə ola bilər bir nəfərin? Sar və hər halda Abbas Abbasovun qardaş oğlu hər təyyarə zamanı buradan küllü miqdarda bahalı əşyalar aparır. Onu bizinesin eləyirlər. Ona görə o təyyarədə az adamın olmaq onların işinə yarayır. Bax təsəvvür edin. Qızıl alverlə məşğuldular. Dövlətin hüquq mühafizə orqanları hara baxır? Biz deyə tanışırıq, yoxlasınlar da nə səhv deyirik. Bəli. Cinayətkar qruplaşma var. Bu gün narkotik ticarətində Özbəkistanla bunların əlaqəsi var. Ona görə oranı əldən vermirlər. Onu mu danışaq? Moskva generalları öz tranzit kimi Özbəkistandan istifadə edir, bu yekə başları da orada kullanır. Biri gəlmişkən buradan da yetkililərə müraciət edirəm ki, bu Türk dövlətlərinə təyyarə biletlərinin qiyməti tənzimlənməlidir. Aşağı salınmalıdır. Onsuz da Azal bugün dövlətdən dotasiya hesabına işləyir də. Dotasiyana mən onu anlayamıram hələ də. Bu ən çox pul qazanan təşkilatlardan biridir, amma dövlətdən də pul alır. Bu necə olur? Bu necə olur? Bu necə baş verir? İşləsin, mən yenə deyirəm. Zahirdə mümkün deyil. Nə baş verir orada? Bu aydınlaşma, şəffaflaşmalıdır orada məsələ. O bığını itirdi, dedi ki, pisliklər namusu o bığına bir yerdə getdi, o da əmələ gəlmədi. Bu nə oldu ki, hamınız o gündəsiniz? Hamınız Cahangirsiniz? İndi sizin də bığınızı kəsib atsınlar, məsələ düzəlsin.